Salam əziz izləyicilər, mən uzman fizioterapevt Əziz Dərvişov. Bugün də hamının ən çox ünvanladığı suallardan birini cavablandıracağam. Sual belədir ki, sadəcə problemlərdə dərman müalicəsi yetərlidirmi? Burada bir çox nüans var, buna toxunmaq istəyirəm. İlkin olaraq pasiyent hər hansı bir boyun, bel, disk yırtığından bir örnək göstərəcəm. Problem olduğu zaman nevroloqa yaxınlaşır. Nevroloq xəstəni ətraflı müayinə etdikdən sonra, diaqnoz tərtib etdikdən sonra xəstəyə dərman müalicəsi qeyd edir. Bizə gələn elə xəstələr var ki, illərlə bu ilaçları istifadə edir, amma hər hansı bir yüksək səviyyədə effekt görmür. Görürsə də və yaxud çox qısa müddətli görür. Ona görə də problemdən asılı olaraq biz həmişə xəstələrə məsləhət görürük ki, nevroloqa, ortopedə, hər hansı bir digər ixtisas həkimlərinə müraciət etdiyi zaman ilaç tedavisi ilə yanaşı biz, təbii ki, fizioterapiya bölümünə aiddirsə, fizioterapiya və reabilitasiyanda ilaçlarla yanaşı məsləhət görürük. Çünki ilaçların etdiyi proseslər, burada ağrını azaltmaq olsun, əzələni yumşaltmaq olsun, fizioterapiya ilə bir arada olduğu zaman daha yaxşı effekt verir. Və biz də bütün xəstələrimizdə elə xəstələr olur ki, yalnızca fizioterapiya istifadə edirik, elə xəstələr olur ki, bəzən ilaca ehtiyac olur. Bu zamanda sahə həkimləri ilə, nevroloqlarla, ortopedlərlə məsləhətləşirik. Yəni, sadəcə ilaçla, dərmanla bəzi problemləri aradan götürmək mümkün deyil. Bunu praktikamızda olan hadisələrdən danışırıq real olaraq. Xəstələr illərlə ağrı kəsici, blok, digər ağrı kəsicilər, əzələ yumşaldıcılar, dərmanlar içir, amma demək olar ki, effekt olmur. Nevroloqunu dəyişdiyi zaman nevroloq fizioterapiyaya məsləhət görür, o ilaçlarla yanaşı fizioterapiyanı tətbiq etdiyi zaman daha uzun vadədə daha yaxşı nəticələr əldə edir.